Salam değerli izleyiciler. 10 oktyabr 2025-ci il sosial şəbəkələrdə şəhid atasının Şəmkir rayonunda yerləşən stasionar posta yol polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı video müraciətləri yayılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə oktyabrın 4-də BMW X6 markalı dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yolda digər hərəkət iştirakçılarının həyatına real təhlükə yaratması, yüksək sürətlə çoxsaylı qayda pozuntuları törətməsi ilə bağlı 102 xidmətinə vətəndaş şikayətləri daxil olub. Həmin şikayətlərlə əlaqədar stasionar posta avtomaşın dayandırılaraq sürücünün sənədləri yoxlanılıb, müəyyən olunub ki, sürücü Vüqar Həsənov Göygöl rayon sakininə məxsus olan nəqliyyat vasitəsini hüququ olmadan idarə edir. O, şəhid atası olduğunu əsas gətirərək müvafiq sənədlərinin olmadığını bildirib və üzərindəki geyimi qəsdən cıraraq, görüntülərdə də görürdünüz dəyərli izləyicilər, ona təzyiq göstərilməsi ilə bağlı video çəkilişlər aparıb. Onunla izah edici söhbətlər aparılmasına baxmayaraq, vətəndaş əsassız iddialarını davam etdirib. Vətəndaşın təzyiqə məruz qalması ilə bağlı iddialarına dair həmin görüntülər sizə təqdim olunur və mən də çox təəssüf elədim həqiqətən də və buradan səslənirəm xüsusilə şəhid ailələrinə. Aranızda, ətrafınızda bu kimi şəxslər olanda özünüz onları islah edin. Çünki bir şəhid atasının belə hərəkəti minlərlə şəhid ailəsinin etimadını təhlükə altında qoyur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq yadınızdadır, bir müddət öncə də bir deməli kişi övladının adından istifadə edərək başqalarına qarşı dələduzluq eləmişdi və oxşar hallar artıq artmaqdadır və bir daha qeyd edirəm, xüsusilə şəhid ailələri özləri bu kimi adamların islahında maraqlı olmalıdırlar. Çünki bu şəxslərin törətdiyi bu kimi əməllər ümumən şəhid adına təbii ki ləkə gətirir.